Kənddə dini dərslər verən kişi şübhəli kimi saxlanılıb. O, arvadını öldürməkdə təqsirli bilinir. Qətl hadisəsi Xaçmaz rayonunun Xaspolad Oba kəndində baş verib. Məlumata görə, ötən gün axşam saatlarında kənd sakini 47 yaşlı Asəf Məmmədov həyat yoldaşı Yaqut Məmmədova ilə qohumlarının evində keçirilən qonaqlıqda iştirak ediblər. Aralarında mübahisənin də orada başladığı bildirilir. Onu da qeyd edim ki, hər iki şəxs dini ibadətlə məşğuldurlar. Yaxınlarının bildirdiyinə görə onlar məclisdən evə gəliblər və hadisə də elə öz evlərində baş verib. Asəf Məmmədovun həyat yoldaşı Yaqut Məmmədovanı evdə boğaraq öldürdüyü deyilir. Eşitib şoka düşdü. Kənddə nə işlə məşğul oldu? Heç nədir, hələ belə Dini dərslər. dini dərslər verirdi. İnsan idi, salam əleykum, əleykum məsələ. Yaxşı ailə idilər. Yaxşı ailə idi. Bəs nə iş? Qanqağı vardı da. Dindar bir insan, Asəf? bəli, Dərs verirdi. dindən dərs verirdi, necə deyim, haram halalı öyrətən bir insan. Nə bilim, hamını şok yaşatdı özü də çıxdı. Əvvəllər mübahisə edirlər bunları. Vallahi bilmirəm Onu mən. bilmirəm. Mən bacım gəlinə qatı qonşudur, mən bilmirəm onu nə Mübahisə eləyib. olmuyor. Yox. Yoldaşı, rəhmətə gedən yoldaşı necə adam idi? Çox gözəl insan. Bayram namazında görmüşəm mən axırıncı dəfə onu. Məlumata görə Asəf Məmmədov hadisəni törətdikdən sonra Xaçmaz rayon polis şöbəsinə gələrək arvadını qətlə yetirdiyini deyib və təslim olub. Faktla bağlı cinayət işi açılıb. İstintaq araşdırmaları davam etdirilir. Qeyd edək ki, onların birgə nikahdan 3 övladları var.